Dünya bir əzib yerdir. Məhəbbət var, səadət yox. Məhəbbətdən doğan min cür cinayət var. Ədalət yox. Bu misra sizin o sözünüzün cavabıydı. Bu dünyada gərək bilsin ədalət axtaran insan. Bu yolda çox bəlalar, çox müsibət var. Şikayət yox. Ədalət sahibi vaxtı ibadətdə şəhid oldu. Ədalət qanunu böyle, şəhadət var, məniyyət yox. Nədəndir qiyməti heç bir kəfənlik olmayan yerdə dəyərsiz neymət üstündə rəqabət var, xəcalət yox. Əgər insan özün torpaqdan üstün bildi, şeytandır. Bunu dəqiq deyirəm sizə və Peyğəmbərin sözüdür. Bir insan ki, burnunu ki qalxızdı biraz yuxarı, torpaqdan özünü, yəni öz fitrətindən özünü yuxarı bildi. Əgər insan özün torpaqdan üstün bildi, şeytandır. Təkəbbür üçün qiyamətdə məzəmmət var, şəfaət yox. Heyfsən, ey bəni Adəm, ayıl tez xabu qəflətdən, ibadət badəsini nuş eylə, ləzzət var, kəlalət yox. Təmami neyməti dünya yayın əbri misalında. Bütün dünya neymətləri yay bulutlarına oxşayır. Necə? İçi boş, sürəti tez. Bəli, surət var, xəsalət yox, keyfiyyəti yoxdur. Behiştin bağların satma, diyarı nar suzanə, bu yanlış bir ticarətdir. Xəsarət var, qənimət yox. Dilində, buna bax, dilində Allaha yer vermisən. Allah Allah deyirsən ilər yerdə. Dilində Allaha yer vermisən, qəlbində şeytana. Görürsən necədir? O dil Allahı zikr etsə, olar qəlbün ziyarətgah. Sənin qəlbin kənarında səyahət var, ziyarət yox.